Salam. Deməli, bu günləri Anadolu Sultanlığı və Osmanlı dövləti haqqında danışılacaq. Anadolu və yaxud da Rum Sultanlığı Səlcuq dövlətinin parçalanması nəticəsində Türkiyənin qərbində yaranmışdır. Bizansla mübarizə aparmış, Elxanilər dövləti Qazan xanın hücumları nəticəsində zəifləmişdir. Həmin vaxt Qaylar tayfası var idi. Qaylar tayfasının ilk başçısı Süleyman Şah olmuş, sonra Ertuğrul, Ertuğruldan sonra isə Osman olmuşdur. Anadolu Sultanlığına dostluq münasibətində olmuşlar. Lakin Anadolu Sultanlığının zəifləməsi nəticəsində Osman bəy 1302-ci ildə Osmanlı dövlətini yaratdı və paytaxtı Söyüd şəhəri olmuşdur. Bunun dövründə dövlətdə inkişaf baş verir müəyyən qədər, rəiyyət sənətkarlarla ədalətli davranır, vergiləri azaltmış, Bursa şəhərini mühasirəyə almışdır. 1302-1326-cı illərdə hakimiyyətdə olmuş. 1326-1362-ci illərdə Osmanlı Sultanı olur Orxan Qazi. Orxan Qazinin dövründə 1329-cu ildə Bursa tutulur və paytaxta çevrilir. Marallı və yaxud da Ceyşli babanın köməyi ilə. 1329 Maltepe döyüşündə Osmanlılar oxçuların köməyi ilə Bizansa qalib gəlmiş. 1354-cü ildə isə Anadolunu, daha doğrusu Gelibolu qalasını tutmuşdular. Bizans Anadoludan qovulmuş, Osmanlı dövləti dəniz dövlətinə çevrilmişdir. Orxan Qazi dövləti paşalıqlara, sancaqlara bölmüş və Yeniçəri, Akıncı qoşun növünü yaratmışdır. Yəni, hərbi və inzibati islahat keçirilmişdir. Orxan Qazidən sonra hakimiyyətə gəlir 1362-1389-cu illərdə 1-ci Murad. 1-ci Murad Sultan titulu qəbul etmişdir. 1371-ci ildə Çirmən döyüşündə Serbilərə qalib gəlib Asvala salır. 1389-cu il Kosova döyüşündə Serbiyanı birləşdirmişdir. Paytaxtı 62-ci ildə Ədirnə şəhərinə köçürmüşdür. 1389-1402-ci illərdə hakimiyyətdə olur 1-ci Bəyazid. 1-ci Bəyazid 1396-cı il Niqbol döyüşündə Bolqarlara qalib gəlib və Bolqaristanı birləşdirmişdir. 1-ci Bəyazid 1402-ci il Ankara döyüşündə Teymurlara məğlub olmuşdur və 1402-ci ildən sonra Osmanlıların dövründə hökmdarsızlıq dövrü başlayır. Çünki Teymur işğal etdiyi Osmanlı torpaqlarını Bəyazidin oğlanları arasında bölüşdürür. Bu da dövləti zəiflətmişdir. 1451-81-ci illərdə Osmanlı hökmdarı 2-ci Mehmet olmuş. 2-ci Mehmetin dövründə 1453-cü ildə Bizans Konstantinopol işğal edildi, paytaxt İstanbul şəhərinə köçürüldü. 2-ci Mehmetə Fatih adı verildi. 76-cı ildə qanunnamə qəbul etmiş. Qanunnamədə torpaq, vergi, məhkəmə, dini qurumlar məsələsinə toxunulmuşdur. 1481-1512-ci illərdə Osmanlı Sultanı olur 2-ci Bəyazid. 2-ci Bəyazidin tarixdə bəzən Vəli, yəni mülayim şəxs olan adı verilmişdir. Sonra 2-ci Bəyazid deməli neyinir? İspaniyadan qovulan Yəhudilərə sığınacağı vermişdir. Ağqoyunlu Məmlüklər, yəni Misir dövləti eyni zamanda Səfəvilərlə dostluq münasibətində olmuşdur. Osmanlı mövzusunun birinci hissəsi bundan ibarətdir. Sonraki mövzumuzda inşallah ki, ikinci hissəsini çəkib yerləşdirəcəyik. Sağ olun.